Değerli izleyiciler, hamı salamlayıram. Budur növbəti gün və növbəti tıraş. Bu iki tıraşın deməli sahibkarları olacaqlar. Yenidən bu DS Cosmetic'dən olan belə bir fırça. Deməli fırçanın özelliği nədir? Sapları, yəni ki qılları bunun içində olan sapları. Porsuq və sintetik qarışıqdır. Mən bunu çalışım indi isti suda ıslak vəziyyətdə saxlayayım. Biraz suyu dolduraq bura qabımıza. Budur, hazır. Qoyuruq qırağa. Sonra qeyd edim ki, öncədən gördüyünüz kimi belə prarası deməli preşevi artıq üzümə çəkmişəm. Bunu da qoyaq qırağa. Sonra sabun olaraq olacaq bizdə Bloom adlı Master Soap tərəfdə hazırlanan belə bir sabun. Çox gözəl qoxusu var. Artıq mən çox güman ki qabdan götürəcəyəm sabunu. Ona görə mən bunu biraz istadım üstünü ki üstündən sonra fırça ilə götürə bilək. Biraz istadaq. Qaldı. Biraz da hazır qalsın. Həmin bu deməli Bloom adlı Master Soap tərəfdən hazırlanan sabuna aid olan aftershave-dən istifadə edəcək. Emulsiyaya oxşayır, yəni qarışıqdır. Ağ rəngi var və istifadədən öncədən belə titrəməliyik. Qarışdırmalıyıq. Sonra yoldaşlar, plan üzrə bəlkə bilmirəm videoların ardıcıllığı necə olacaq, necə olmayacaq, amma belə bir challenge var. Çox hörmətli Orxan abi, kim ki bizə bu gün fərqli olaraq öz duracağı var bunun. Titaniumdan olan deməli Blackbird. Buna biz xahiş elədik ki bir sınaq olsun. Platinum, Big Platinum Chrome adlı tiyələri istifadə edəcəyik. Deməli bu tiyələr həddindən artıq çox kəskin, iti bir tiyələrdir. Bilmirəm nə olacaq. Qanlı tıraş olacaq, yoxsa hansı tıraş olacaq bilmirəm, amma onu bilirəm ki, yəni ki mən əziyyət çəkəcəm. Belə tez bir zamanı mən bunu deməli qablaşdırmadan çıxartdım və bizim bu üz qırxanı deməli 3 parçaya deməli bölürük ehtiyatla və yerləşdiririk bizim bu ehtiyatla. Deməli Big Platinum birinci istifadədə yerləşdiririk deməli bizim bu üz qırxanın qapağına ehtiyatla. Budur, hazır yerləşdi və bərkidək. Bərkitdik ehtiyatla və tam bərkitdim. Görək nə gəlir başımıza. Bu bizim üz qırxanımız. Demək var ki, bütün iştirakçılar haqqında danışdım. Tez bir zamanda o ki su almışdım bu sabunun üstünə, həmin suyu süzürük. Deməli burada biz köpük yaradacağıq bu qabda və bizim fırçamız. Fırçamızı da sudan azad edirik. Hazır və çalışaq buradan sabunu yığaq üstündən. Üzürlüsən, mən çalışım isti su yığım bu qaba. Sabunu çox tez bir zamanda yığdı yoldaşlar. Baxın, çox tez bir zamanda yığdı. Fırça. Mənə elə gəlir ki, bu bizə bəsit qədərdir. Bu qədər deməli köpük yığmışam və qabda davam edirik köpürtməyə bunu, köpükləndirməyə. Budur, demək olar ki köpük hazırdır. Ehtiyatla üzümüzə çəkək bunu.
Budur yoldaşlar, deməli böyümə istiqamətdə 3 günlük saqqal və big tiyələr birinci istifadədə Blackland Blackbird Titan versiyası. Başlayaq. Çox hörmətli Orxan abinin xahişi ilə görək tıraşımız necə alınır. Çox ehtiyatda əldən verməyək, çünki big tiyələr kifayət qədər kəskin bir tiyələrdir. Yoldaşlar, deməli birinci pərdə sona yetdi. Mən tez bir zamanda bu üz qırxanı yaxalayım, axar suyun altında təmizlənsin. Tıxlandı yoldaşlar. Sıxın mən bunu o qədər bərkitmişəm ki. Və davam edirik tıraşımızı yoldaşlar. Köpüyü deməli üzümə çəkirəm və keçirik növbəti belə deyək pərdəyə. Və yoldaşlar, ikinci pərdə böyümənin əksinə görə yenə gəlir başımıza.
Yoldaşlar, nə deyə bilərəm? Çox fokusunu qaçır. Bir sekund. Niyə mən? Pis oldu. Üzürlü sayını tez bir zamanda mən üzümü yaxalayayım. Bəlkə o vaxtda kimi bu kamerada özünə gəldi. Məni çox bulanıq çəkir. Bilmirəm nə məsələdir. Mən mikrofonu çıxardıram. Tez bir zamanda qayıdıram yanınıza. Qayıtdı fokus. Şükürlər. Bilmirəm nə qədər vaxt çəkib biz bu fokusdan üzürlü sayın, əgər video bulanıq çıxsa çox üzür istəyirəm. Budur bizim deməli aftershave süddür. Artıq fikirlər hazırdır. Demək olar ki, danışmadım tıraş zamanı. Çox güman ki, o tıraş etdiyim anları biraz sürətə qoyub keçirdəcəyəm ki, sizin vaxtınızı almayaq. Budur aftershave'imiz. Çox qəşəng qoxu var. Belə incə. Tıraş çox əla oldu bu yoldaşlar. Çox qəşəng, çox əla oldu. Tıraşımız gözəldir. Bəh. Master Soap çox tanış bir istehsalçıdır və müəssisədir. Mən bildiyim qədər Yagi şirkəti də Master Soap'a deməli onlardan sifariş edib satırlar öz səhifələrində sabunları. Deməli performansı xoşuma gəldi. Çox qəşəng bir aftershave'dir. Həm belə deyək, balzam kimidir, həm belə aftershave'dir, yüngül. Çox qəşəng. Spirt deyəsən yoxdur tərkibində. Amma belə deyək, bir növ isidir üzünüzü, həm sərinləndirir, həm belə bir neçə belə hisslər keçirdirəm. Üstəgəl qoruyucu belə deyək, nəticə tərkibində maddələr var və belə görsüz üzüm yapışqan kimidir. Çox qısa zamanda bu keçəcək bu hissiyat. Gördüyünüz kimi heç belə heç nə, yəni ki o mikro çapıqlar belə qırmızı nöqtələr alındı. Çünki üz qırxanımız həddindən artıq itidir. Və sərin su ilə yaxalandım. Üstəgəl adətən necə olur? Aftershave'i biz deməli üzümüzə çəkirik. Bütün belə deyək, nöqsanlar üzə çıxır. Yəni çapıqlar filan, mikro hər nəsə belə üzə çıxır qırmızı nöqtələr kimi. Burada heç nə yoxdur gördüyünüz kimi. Tıraş zamanı bəli nəysə bəlkə orada çıxıntı olub, nə olub bir sözlə onları kəsdim. Çox mikro, amma çıxdı getdi də, heç nə yoxdur üzümdə. Aftershave'in performansı xoşuma gəldi. Çox qəşəng qoxusu var. Sabunla birə-bir qoxuları var. Bilmirəm bu həmin bu güllərin zadıdır, amma belə xatırla belə şəklə baxsaq deməli roz Azərbaycanca üzürlü sayın bu şəkildə olan bu güllərə oxşadıram. Deməli bu qoxunu üzürlü sayın Azərbaycanca necə idi? Allah roz. Nəysə, üzürlü sayın, çox üzürlü sayın. Bir çox dil birdən-birə bilmək, o da bir şey deyil. Budur sabun. Köpüyümüz kifayət qədər var. Baxın, bilmirəm, göstərə biləcəyəm. Köpük də kifayət qədər sıx idi, belə deyək, çox sıx idi. Və hiss olunurdu ki, qoruyurdu üzümüzü. Çox xoşuma gəldi. Fırçanın performansı da çox gözəldir, yumşaq. Bilirsiniz necə? Həm belə üzdə hiss etməyinizə görə özünü aparır porsuq fırça kimi, amma köpüyü belə tez bir zamanda köpürtməyinə görə üstəgəl təmiz porsuqlar misal üçün köpüyü özünə götürür, hopdurur, suyu
tez quruyurlar. Burada o olmadı. Çox maraqlı bir sözlə fırçadır. Çox maraqlı. Performansı da çox gözəldir. Çox maraqlıdır. Çox qəşəng fırçadır. Xoşuma gəldi. DS Cosmetics'dən əldə etmişəm bu modeli. Hələ orada da yazılıb ki, bəs bunun qılları həm porsuqdan ibarətdir, həm də sintetikadır. Amma nə növ sintetika bilmədim. Yoldaşlar, məndə də var, deməli, həmin bu model Blackbird, buradadır hal-hazırda. Çalışım göstərdim sizə onu da. Sadəcə olaraq sökülmüş vəziyyətdədir. Hətta mən əlimin altında saxlamışdım nə, yoldaşlar? Rapira tiyələri işdi birdən, yəni ki, bizdə dizastr olsaydı, bu zatlarla adı nədir? Bu big tiyələrlə əgər problemimiz yaransaydı, biz qırxacaqdıq bu Rapira tiyələrlə, Platinum Plus'la. Amma gördünüz, yəni performans tamamilə ayrılır, bu məndə var. Birə-bir eyni modeldir. Yəni heç nə ilə seçilmirlər, yəni ölçülərə görə, nə bilim, hər şey eynidir. Yeganə məqam nədir? Bu biraz ağırdır, poladdandır. Pastamyan, bilmədim 306 pastamyan poladın növüdür, yoxsa 304'dür, bilmirəm, yalancı çıxarım. 316'dır, bilmirəm. Deyəsən, satıcı da bu informasiyanı gizlədir. Yəni bir çox informasiyanı bircə nə çəkib, bir də belə uzunluğunu göstərir öz saytlarında, belə deyək. Amma qalan bütün bu belə deyək, bunun qapıda ekspozisiyasıdır, nə metaldır deyəsən onları gizlədir. Bildiyim qədər elədir. Bu isə bizdə deməli titan materialdandır, yəni metaldandır. Hər ikisi CNC dəzgahda hazırlanıb. Titandan olan model daha yüngüldür və yoldaşlar, yəni ki, mən bu paslanmayan poladdan olan big tiyəni yerləşdirsəm və tıraş olunsam, üzümdə bir salamat yer qalmayacaq. Yəni bütöv belə deyək, qırmızı rəngə alışacaq bütöv üzüm. Çünki artıq zatdan keçib, belə təcrübədən keçib, bilirəm yəni ki, bunun xasiyyəti belədir. Yəni ki, tiyə seçərkən çox ehtiyatlı olmalıyıq. Drit, belə Rapira, bilmədim, Derbiusta və bu kimi tiyələr çox mükəmməl, yəni ki, ən yaxşı tərəfdən özlərini göstərəcəklər bu 140-da. Yəni ki, bu Blackbird paslanmayan polad modelində. Amma burada görünür, odur ki, yəni ki, bu Big Chrome Platinum eyni, belə deyək, sıradadır. Hansı tiyələrlə, misal üçün feather tiyələr kimi, QE tiyələr kimi, bilmirəm, başqa nə tanrısı, qara 7 o'clock olsun. Yəni ki, çox kəskin belə tiyələrdir. Bir çox belə deyək, üz qırxan alətlərdə üzünüzü yəni ki, qana bulaşdıran, yəni ki, ehtiyatı heç bir zaman əldən verməmək, yəni bu tiyələr istifadə edəndə. Amma görünən odur ki, bu üz qırxan həqiqətən də çox komfortludur. Mən xoşuma gəlir. Və inanmazsınız, yəni bütün problemli yerlərim buralar, misal üçün. Burada məndə həmişə nə isə qalırdı. Bu istiqamətdə belə. Qırxdım heç nə. Yəni ki, təmiz BBS. Yəni ki, harama toxunsam BBS-dir. Yəni ki, 2 pərdəyə, siz gördünüz. 2 pərdəyə tam BBS. Çox xoşuma gəldi bu üz qırxanın performansı çox. Yəni ki, deyilməz qədər çox xoşladım. Heç gözləməzdim ki, titandan olan Blackbirdlə, poladdan olan Blackbird'ın arasında bu qədər belə performansında fərqi olsun. Hər dəfə söz verirəm, bu dəfə də söz verirəm, növbəti tıraşda ya ola bilsin həmin o tıraş video biraz önə çəkdim, o birinci gəldi qarşınıza, ya da bu videodan sonra oldu. Nə edəcəyəm yoldaşlar? Deməli, bu paslanmayan polad başlığa qoşacağım bu yüngül sapı, görək nə olacaq. Bircə o sınaq qaldı, amma başlıq poladdan olduğuna görə mən orada Rapira bu Platinum Plus tiyəni istifadə edəcəyəm.
Deməli bunlar bu qədər. Bütün iştirakçılar haqqında danışdım, tiyələr haqqında danışdım, üzqırxanlar haqqında danışdım. Düşünürəm ki, bu video sizin xoşunuza gələcək. Xoşunuza gələcəksə çalışın like qoyun bizim videoya. Əgər düşünürsünüzsə ki, hansısa tanış üçün sizin maraqlı olar, bölüşün video ilə, komment saxlayın və ən əsası nə, yəni ki, bizim bu kanalda bir çox bu İslah Klassik Tiraj mövzuya bir çox videolar yeni də olacaq. Ona görə abunə olsanız lap da çox şad olardıq. Bu məqamda mən sizinlə sağollaşmaq istəyirəm. Sağ olun yoldaşlar, gələn görüşənə dək. Sağ olun.